Bilirsiniz, musiqi şagirdlərin formalaşmasında böyük rolu var. Ben yadımdadır, birinci, ikinci sınıfta bir erməni bizə dərs deyirdi, skripka çalan idi. Kontrsiyon. Erməni idi. Amma musiqini bizə elə anladı. Deyirdi ki, mən hər gün səhər 6-da dururam, Türkiyənin himnini eşitmək üçün. Hər gün deyir, durum onu eşidirəm, ondan sonra o qədər gözəl deyir musiqidir, möhtəşəmdir. Birinci sınıfda mənim yadımda qalıb. Yəni o musiqi müəlliminin nəinki savadı, yüksək intellektual olmalıdır ki, o musiqi ilə o sınıfı ələ ala bilsin. Bu mənada savadlı olmalıdırlar, onun tərsi ola bilməz. İkinci mənada musiqi müəllimləri, bayaq dediyim kimi, uşaqların ruhu ilə oynayır. Onları elə ruhlandırmalıdır ki, uşaqlarda həvəs olsun. Həmin kontrsiyon, yenə yadıma düşdü, İngilis dilində bizə mahnı öyrədirdi sinifdə. Xorla oxuyurduq. Twinkle, twinkle, little star, how I wonder what you are. Mən şeir yadımda, amma görsən o yadımda qalıb. Musiqi, bir də deyirəm, insanın mənəvi zənginliyinə xidmət edir. Ona görə nəinki savadlı olmalıdır, həm də milli insan olmalıdır, intellektual olmalıdır.